Deməli, TİM 2025 toplu, kimya toplusu, turşular. Sualların nömrələrini yazmışsınız, bir baxaq. Deməli, 4-cü sual. 4-ə qədər sualımız yoxdur. Xeyr. Hansı sırada yalnız turşular göstərilibdir? Çox rahat bir sualdır, cavab C bəlli. Klorid turşusu, bir də nitrat turşusu. Bu ikisi duzdur. Bu əsasdır, duzdur, turşudur. Bu da turşu oksididir, turşu deyil. Nəsə istəyirsən, toplu istəyirsən. Ben onu olsun. 7. Müxtəlif qablarda olan durun nitrat turşusu və xlorid turşusunun hansı maddənin köməyi ilə təyin eləmək olar? Deməli, belə düşünün ki, burada iki qab var. Qabın birində düşünürüz ki, nitratdır, birində xloriddir. Bəs bunu necə təyin edək? Birində HMO3-dür, birində H-xlor. Deməli, elə bir maddə seçməliyəm ki, ya bunların reaksiya girəndə müxtəlif məhsullar alınsın, rəng baxımından, qoxu baxımından seçə bilim. Ya da biri ilə girsin, biri ilə girməsin. Məsələn, mən misi götürürəm. Biz bilirdik ki, hidrogenden sonra yerləşən metallar, misdir, civədir, gümüşdür, bunlar, bir də platin, bir də nə? Bir də qızıl. Bunlar heç bir turşu ilə girmir, hə? Yalnız nə ilə girirdi? Bunlar ümumiyyətlə girmir. Bu üç dənəsi isə nitratla girirdi, bir də sulfatın qatısı ilə. Elə? O zaman misi götürsəm, bir qaba atsam, əgər reaksiya getmirsə, reaksiya getmir. Hə? Reaksiya getmirsə, onda biləcəm burada nədir? H-xlor. Misi bu qaba atsam, görsəm reaksiya getdi. Reaksiya nə oldu? Getdi. O zaman biləcəm ki, burada H-xlor tutdu. Nəticədə təyin edəcəm ki, hansı qabdan hansından. Mis götürməklə bu işi görə bilərsən. Çünki mis H-xlorla reaksiya girmir, H-nin üstünə reaksiyaya girir. Reaksiya girəndə də birisi istilik çıxır, qaz çıxır falan. Başa düşəcəksiniz ki, proses gedir. Evet, sual 8-ci sual. Hansı reaksiyada turşu almaq olar? Turşuları almağın yolları hansılar idi? Biri o idi ki, hidrogeni salırsan bəsit maddə ilə. Biri o idi ki, turşu oksidini salırsan su ilə. Biri o idi ki, qüvvətli turşu, zəif turşunu sıxışdırıb çıxarır. İndi sulfat metasilikat çıxara bilər? Bəli. Çünki sulfat ondan qabaqdaydı. Burada alınacaq natrium 2 SO4 plus H2 silisium 13. Klorid sulfat çıxara bilərmi? Xeyr. Ortofosfat sulfat çıxara bilərmi? Xeyr. Sulfit kloridi çıxara bilərmi? Xeyr. Nitrat sulfat çıxara bilərmi? Xeyr. Aydındır? Hansı sıradaki turşular özündən sonraki turşunun duzlarına sıxışdırıb çıxarır? Bu sıra bir də xatırlayaq sıranı. Sıra necə idi? H2SO4, H-xlor, HNO3, H3PO4 bunlar eyni səviyyədə idi təqribən. Bunlar bir-bir. Sonra gəldi H2SO4, SO3 dadır. Sonra H2CO3, H2S, H2 silisium 13. Sıra belədə əvvəlki sonraki nə edə bilir? İndi baxa görə burada hansına uyğun var? C variantı yox, B variantı eləmi? B variantı uyğun gəlir. HNO3'dür. Sonra H2SO3'dür, sonra da H2CO3. Bunlar əvvəlki sonrakini çıxara bilir. Sən əgər bu sıranı bilmirsənsə, bu sual da eləyə bilməyəcəksən. 14-də baxaq. 14-cü suala baxaq. Adi şəraitdə bərk olan turşuları müəyyən. Demişdim, fosforun bütün turşuları bərkdir. Metasilikat turşusu bərkdir. Mayedir, mayedir. Deməli, bərkləri istəyirsə 2-3. Fizik klasslarında verilmişdik, nəzəri bilgidir. Sonra 15-ci sual. Hansı xassısa qələmlər və qüvvətli qeyri-üzvü turşular üçün ümumidir? Niyə qeyri-üzvü deyil? Söhbət üzvü turşulardan getmir də. Buna baxdığımız turşulardan gedir. Qüvvətli qələmi xassəli maddə deyəndə, məsələn, natrium OH düşünə bilərsən, kalsium OH2 düşünə bilərsən. Qüvvətli qeyri-üzvü turşuda, məsələn, H2SO4, HNO3, bunlar düşünə bilərsən və yaxud da H-xlor, bunlar düşünə bilərsən. Aydındır. Deyir ki, əsası oksidlərlə reaksiya daxildir. Turşular girir, əsaslar əsas oksiddən girməz. Yalandır. İçinə aid deyil. Məhlulları cərəyan keçirir, bəli. Bunlar qüvvətli elektrolit olduğu üçün dərhal dissosiasiya edirlər iyonlara və cərəyan keçirirlər. Bu ikisi için də eyni ortaq xüsusiyyətdir. H müsbət verir dissosiasiyası turşular, əsaslar verməz. OH mənfi verir, əsaslar. Turşular verməz. Bir də lakmusu göyərdir, əsaslar. Turşular lakmusunu inirdi, qızardırdı. Turşular lakmusunu inirdi, qızardırdı. Deməli, bu da deyil. Cavabımız olacaq B variantı. Davam edək, 16-cı suala baxaq. Nə doğrudur deyir? Nə doğrudur? Deyir, iki əsaslı turşular həm normal, həm də turşsuz əmələ gətirir. Uşaqlar, yadda saxlayın.
Bu bir əsaslı turşudur. Neçə əsaslı turşudur? Yəni bir əvəz ola bilən hidrojeni var. Onun bir hidrojeni olduğu üçün o hidrojeni kimsə gəlsə, əvəz eləsə və ya qovsa çıxartsa oradan hər hansı bir metal. Məsələn, natrium. Gəlsə bu hidrojeni buradan qovsa, burada normal duz alınır. Necə duz alınır? Normal duz. Anladın mı? Hə? İndi məsələn, mənim H2SO4'üm var. Nəyim var? Duzunu götürək də. Mən bunun üzərinə gəlirəm natrium. Ola bilər ki, natrium burada bir hidrojeni əvəz eləsin. Neçə hidrojeni? Olacaq natrium HSO4. Bu necə duzdur uşaqlar? Turş duzdur. Turş duz. Deyəsən, niyə turş duz? Hidrojeni var da turşularda olduğu kimi. Yox, birdən 2 mol götürsəydim natriumu. Onda olardı natrium 2 SO4. Bu necə duzdur uşaqlar? Bu normal duzdur. Normal duz. Deməli o zaman turşu gərək çox əsaslı olsun. 2, 3, 4 fərqi yoxdur. Bir əsaslı turşudan turş duz ala bilməzsən. Deməli 2 əsaslı turşular həm normal, həm turş duz əməliyyatı düz deyil. Duru turşular bütün metallarla girir. Axı biz demişdik, hidrojenden sonraki metallar turşularla girmir. Yalnız 2 turşu ilə girir, qatı sülfat nitratla. O zaman bu bilgi bütün sözü gördünüz, onu da düşünün ki, bu bütün burada biraz kimyada bütün biraz sözü işlətmək. Çünki orada hər şeyin istisnası olur. Turşular əsasında qarşı təsirdə olur, bəli, 100%. Turşular əsasları sevil əsaslar da. Aydındır. Devam edək. 24. Sualınız olsa verin ha. Birdən videodan falan çəkinərsiniz. Tutaq ki uşaqlar, mən sizə 1000 manat pul verirəm, 1000 manat. Birdən gedin şalvar alın, amma çalışın çox alın. Çalışın nə alın? Şalvarların da qiyməti belədir, 40 manat, 9 manat, 88, 24 və 137. Hansı şalvardan alsan çox alarsan? Aha, deməli ucuz olanda 9 manat olandan daha çox alarsan. Eyni məntiqlə gəl buraya yanaşaq. Bu metalların hər biri turşudan hidrogen çıxarır. Turşudan nəyi çıxarır? Məsələn, bunlar istənilən birini götürsən, istənilən biri, məsələn, H2CO3-dən salsan, metal CO3 alınacaq və hidrogen çıxaracaq. Normalda bunlar ikivalentlidirlər hamısı. Ona görə bu reaksiya bu şəkildə olur. Bunun 1 molu 1 mol hidrogen çıxarır. İndi bunun 1 molu 9 qramdır, bunun 1 molu 137 qram. Mən 1000 qram götürmüşəm hamısını. Kimi daha çoxdur, kimin molu çoxdur? 9'un molu çoxdur, daha çox hidrogen çıxarır. O zaman cavab nə olacaq? Verilmir. Molar kütləsi kiçik olanın bərabər kütlə götürəndə molu çox olur, molu çox olanda daha çox hidrogen çıxarır. Aydındır? Başa düşdünüz? Dəqiq? Az desəydi onda nəyi götürərdi? Hayır, çünki bunun bir dənəsi 137 qramdır. 1000 qram eləsən bu 7-8 dənə olacaq da bundan. 7-8 dənə də 7-8 dənə çıxarır. Amma 9000 olanda bir 100 neçə dənə olur, 100 neçə mol. 100 neçə molda daha çox çıxarır. Çünki bunun biri bir dənə çıxarır. İstənilən birini götürsəm oradan, buraya yazsam bir dənəsi bir dənə çıxarır. Kimdən daha çox ala bilirsənsə say olaraq, o da bərabər kütlədə ən böyük say, kimin molar kütləsi kiçiksə onda olur. Davam edək. H4. Ümumiyyətlə, onların biz halogenlər bəhsində öyrənəcəyik. Bu sıra var ha, H-glü, H-klor, H-krom və H-yod. Bu istiqamətdə turşuluq xassəsi artır. Niyə artır? Qüvvətli turşu hansı turşudur? Kim ki hidrojeni daha rahat verir. Kim ki hidrojeni nə edir? Mən sizə başqa bir şey söyləyəcəm. Dördü zərbəndə flor, xlor, krom, yod istiqamətdə. Radius nə olur? Radius artır. İndi hidrojen birləşir. Buna buradadır, buna burada. Kimin mərkəzində hidrogen daha uzaqdadır? Hə? Kimin mərkəzində hidrogen daha uzaqdadır? Yodda. Kimdə daha uzaqdırsa o daha qorxludur. Daha tez qorxludur. Bəli? Nə yoxdur, nə yoxdur? Sola getdikcə daha da böyüdür. Radius olaraq desən, və turşuluq xassəsi olaraq. Radius. Əlbəttə var. Bunların içərisində yol böyüdür. Sonra neçə gəlir? 30. Dedim 24. 30. Şuralar, fosfor oksigenlə girəndə P2O5 verir. Nə verir? Bu oksidlərin alınması da öyrənmişik. P2O5 də su ilə girəndə ya HbO3 verər, ya H4P2O7 verər, ya da H3PO4 verər də. 0 dərəcədə bunu verir soyuq su ilə, 20 dərəcədə bunu verir ilıq su ilə, qaynar su ilə də bu aşağıdakini verir. Hər bir halda nə alınır? Hər bir halda turşu alınır da. Sən soruşmuşsan. Kim soruşur? Ben soruşurum, benim çok pis şey soruyorum. Ne olacaq bilmirsən soruşsan. Problem yox. Heç də olmaz da. Bilgini bilmək bəs eləmədən istifadə eləməyə yerə biləsən. Bu çar aralığı yəqin soruşarsın. 32 hə? 31 də var hə? Hansı turşu parçalarında bərk qalıq alınır? Birinci bunların parçalanmasını yazaq. H2O3 parçalananda bunu demişdim, bunu öyrənərsiniz. Buna verir. H2O,
NO2 və oksigen. Qaz, bu deyəsən qaz, bu da nümayə və yaxud da temperaturla necə qaz. Sonra H2CO3 parçalanır, nəyə aşalır? H2O-ya və CO2-yə. Burada bərk söhbəti yoxdur. H2 silisium nəyə parçalanır? Bu uşaqlar kvars qum deyil. Bərk deyil o. O zaman bərk verən yalnız hansıdır? Yalnız 32. Uşaqlar, indi burada informasiya xarakterli bir şeydir bu. Çar arağı haqqında məlumat verir. Sadəcə sən bilirsən ki, çar arağında nitratla klorid üçün birədə. HNO3 1 olanda H-klor neçə olur? Biz cəmi 60 mol götürübdür. Nə qədər götürübdür? 60'ı 3'e və 4'e bərabər hissəyə böləndə nə qədər düşür? Lap gəldisə tam hissə modelləndi, müftəhi sinifə deyən kimi. Deməli bu 4-yə bərabər hissəyə bölünsə, biri kimindir? Biri HNO3'ündür, 3 dənəsi də H-klorundur, hə? Deydi 60'ı 4 bərabər yerə böl, neçə edir? Deməli 15 bunundur, 15, 15, 15. 45 də bunlar tam hissə modeli. İqtisadi sinifləri belə öyrədirlər, kəsri falan. Oldu mu? Çətindir? Çox rahatdır. Sonra 33. Deməli uşaqlar, burada ardıcıl işlər görəcək və bizdən soruşur ki, elə ki, bir dənə qaz qalsın. Hansı bənddə bir dənə qaz qalır? Elə bir ki, bunların hər birini bir qab kimi düşün, qapalı qab kimi. Yaxşı? Elə bir qabda bu N2O, N2, CO2 helium var, başqa belədir. Vəziyyət budur. Birinci nə gətirir bu mühitə? Turşu. Siz bilirsiniz də NH3 turşu ilə reaksiyaya girir. Düzdür yoxsa yox? Bilirsiniz də bayaq yazmışdım. Məsələn, NH3 H-klorla girir, nə verir bizə? NH4 klor. Yəni, əgər sən birinci qaba turşu saldınsa, turşu, o zaman bu NH3-dən bu gedəcək, bundan bu gedəcək, bunlarda heç nə olmayacaq. Çünki bunlarda turşu ilə girən bir şey yoxdur. İkinci nə edibdir? Yandırıb. Yandırıbsa CO2 yanacaq, CO yanacaq nəyə çevriləcək CO2-yə? Bu CO yanacaq nəyə çevriləcək? Zaten CO2 var. Burada yanan yoxdur. Bunların heç biri yanmır, heç biri yanmır, yanmır. Sonra nə edib? Əmələ gəlsin qazın üstü yandırdıq. Sonra əmələ gələn qaz üstünə bıraxıbdır. Qələmi. Yəni qələmi dediyin əsası faz təlimatdır. Əsası faz təlimatda nə ilə girir? Turşu ilə, turşu oksidi ilə. O zaman bu turşu oksidi girəcək ondan. Bu da girəcək. Girəcək, girəcək, girəcək. Bu da girəcək, bu da girəcək. Hansı qabda yalnız bir qaz qaldı? Yoxdur, orada o da məndən onu istəmişdi də. Bunu cavab variantsız işləmək olmur. Anladın? Başa düşdünüz? Dəqiq. Bugün yerini dəyişibsən, bəlkə deyirəm ona görə. Keyfin dəyişib, hə? Ola bilər. Yaxşıdır. Sonra. 33 dedik, 36. 35 istəmişdik, 34 istəmişdik. İstəmişdik. Olsun. İki əsaslı qüvvətli turşunun bu. İki əsaslı qüvvətli turşu. Deməli, iki əsaslı, iki əsaslı, iki əsaslı. Bu turşu deyil, bu da turşu deyil. Qüvvətli deyirsə sülfatdır. Kim soruşub bunu? Hə? Sən bilirsən artıq. Yoxdur ki. Yaxşı. 3 vərəkli bir metal götürəcəm, onu xlor turşu ilə salacam və çıxan hidrogenlə falan hesab kitab aparacam. Bir metal götürək, metal H-klorla girir. 3 vərəkli olduğu üçün metal klor 3 alınacaq və hidrogen çıxacaq. Bu 2'dir, bu 3'dür, o zaman buranı 6 eləyək, buranı 2'yə vuraq, buranı 3'ə vuraq, düzəlsin sayı. Bunda metal sayıda 2 olur. Metalın kütləsini nə qədər verir bizə? 5,4 qram metal verir. Nə zaman nə qədər hidrogen çıxır deyir? 0,6 qram. Reaksiyada gördüyü qədər, sən burada neçə reaksiyada metal görsən? O zaman yazaq 2x. Bəs burada neçə hidrogen görsən? Hidrogen 1'dir, 6 olur, 6 qram. Şimdi 10 dəvə çox, 10 dəvə çox. 2x bərabərdir 54'e, x bərabər neçəyə? 27. Nəymiş? Alüminyum. Səndə. Zaten o istəmir bizdən hansı olduğunu, sadəcə kütlə istəyib tapdıq da. Təmiz rəsm apara bilirsən də. Təmasıb əllə bilirsən. 1 saqqız 3 manatdır, 2 saqqız neçə manatdır? 1 saqqız 3 manat, 2 saqqız. Elə mi? Dəqiq. 1 köynək 10 manat, 2 köynək. Bu da ondandır da.
5.4 girəndə 0.6 çıxır. Neçə girəndə 6 çıxır. Çarpaz vur və yaxud da düşün də 10 dəfə çox götür. 10 dəfə çox da şu tənasüb edirik. Hələ tənasüb edirik. Tənasüb eləmirsənsə qalanı öyrədərəm sənə. Sonra davam edək. 44. Bu maraqlı sualdır, amma çətin deyil. Maraqlı sualdır, amma çətin deyil. Bir dənə diqqətlə mənə qulaq asın. Bizim naməlum bir turşumuz var. Nəyimiz var? Naməlum bir turşu. Naməlum turşu olduğunu, onun hidrogen sayını mən bilmirəm. Yazıram HN turşu qalır. 1 olar, 2 olar bilmirəm. Onu neçə mol götürübdür? 0.1 moldur. Nə ilə salır onu reaksiyaya? Bunlarla salır. Və biz girən maddə ilə tam reaksiya, tam neytrallaşır. Neyir? Tam neytrallaşma ancaq o zaman olur ki, H sayı nəyə bərabər olsun? Bunlar bərabər olsunlar. Bu zaman neytrallaşma tam olur. Yəni, heç birində OH qalmır, heç birində də əvəz oluna bilən H qalmır. Aydındır. Bir baxıram bura. Bu götürübdür birinci 500 ml, 0.4 molyar natrium OH. Nü nəyə bərabərdir uşaqlar? S vurulsun nəyə? B-yə. Burada S-ni bizə nə verib? 0.4 molyar. Yəni 0.4 mol böl litr. 1 molyar nəyə bərabərdir? 1 mol böl nəyə? Litrə. Əgər bu litrsə, o zaman bunu da litrə çevirməliyim. Bu neçə litrəyir? 0.5 litr. Bu litrlər getdi 0.5'də bunu olur, 0.2 mol. Nə qədər olur? Deməli 0.2 mol nə ilə salıb bunu? Natrium OH-lə. İndi mən səndən soruşuram, burada OH nə qədər oldu? 0.2 OH oldu. Bəs burada da neçə olmalıdır ki, vurum 0.2 də H olsun? Deməli, neçə olmalıdır? 2. O zaman 2 olmalıdırsa, o zaman 1 nəyə getdi? Bura. Turşu 2 əsaslı olmalıdır ki, bundan girsin. Turşu neçə əsaslı olmalıdır? Tam neytrallaşma geçsin. İkincini də eləyək. İkincisində, indi bu sefer bunu 0.5 verib, bunu 400 verib. O nə olacaq? Yenə. Nə olacaq aşağıda? Səbəb bu olacaq belə 5, bu olacaq neçə? 4, yenə 2 olacaq. Yenə, sonra kalium olacaq sadəcə. Yenə 0.2 mol nə olacaq? OH. O zaman yenə 2 əsaslıya gedir. Bu da getdi ara 2 əsaslıya. Gəlin bunu hesablayıram. 20 qramın 20% nə qədər olur? 4 qram natrium OH-ım var. Nə qədər var? Natriumun 1 mol neçə qramdır? Deməli 40 qramı əgər bunun 1 moldursa 4 qramı neçə mol olur? 0.1 mol. Deməli bizim o zaman 0.1 mol natrium OH-ımız var. Nəyimiz var? Bir əsaslı. O zaman 0.1 OH olur. Bu da 0.1 olmalıdır. Bu 0.1 olsun deyə 1 olmalıdır. 1'i vuraram 0.1'e, olar 0.1. O zaman bu ara getdi. Bir əsas. İndi bunu da hesablayaq. 600'ü nəyə vurmalıyam? 600'ü vurmalıyam onda 5'e. Ha? 600 ml o zaman 0.6 litre eləyir. Vurmalıyam 0.5 molyara. O da olacaq neçə? 0.3. Deməli 0.3 kalium girib, eləmi? O zaman bu da 3 olmalıdır da. Bu 3 olması için gərək neçə olsun? 3 olsun ki vurum, 3 dənə H versin mənə. O zaman bu hara gələcək? 3 əsaslı yəni bura gələcək. Sonuncunu da hesablayaq. Onun 56%. 5.6 qram edir, hə? 5.6 qram bəs kalium OH neçə moldur? Çünki bunun 56'sı 1 moldur. 56'sı nədir? 56 1 moldursa 5.6 neçə olur? Deməli 0.1 mol kalium OH olur. O da mənə 0.1 verir. O zaman bu da 0.1 olmalıdır. Bir əsaslı olmalıdır. Aydındır? Aydındır? Dəqiq? %100. Yəqin ki siz 45'i də istəyirsiniz. Hə? İstəmirsiniz mi? 45 də yeni bundandır da bir turşudu bilmirəm formulunu. Yazacağım HN turşu qalığı. Neçə mol götürüb onu? 0.2. Barium OH ilə girir. Nə ilə girir? Barium OH neçə qram verir? Bu normalda neçə moldur? 171 qram barium OH neçə moldur? 1 mol. 1 moldursa o zaman 34.2 qramı nə qədər olur? 0.2 mol. Bura 0.2 olanda bunlar nə qədər olur? 0.4 OH. O zaman bu neçə olmalıdır? 2 olmalıdır ki 0.4 H versin. Deməli neçə əsaslıymış turşum? Aydındır. Benim niye orası İstanbul'da 4 olmuş oldu? 2'ye vurdum. Çünki OH sayı bunun 1 molda 2 dənədir axı. Bu 2'ni vurdum buna, oldu 0.4.
Bunun birinden neçə dənə OH var? 2 dənə. İki dənə. 0.2-də 0.14 dənə var. Sonra deməli, dəmir lövhənin üzərində pas var. Pası təmizləmək üçün turşudan istifadə edir. Pas təmizləmək üçün nədən istifadə edir? Turşudan istifadə edir və pası təmizləyir. Pas dediyin şey dəmir OH3-dür. Nədir? Verin, OH3. Onu nə ilə təmizləyir? Turşu ilə. Nə ilə? Aşqlorla. Turşu əsasdan girəndə nə verir? Duz və su. Duz və nə? Su. Əmsallaşdıraq bunu. 3-dür, bura. Bu 3, bura nəsə edir? Bura bir 3 yazsam düzəlir mi? Hə, düzəlir. Bura bir 3 yazsam, burada bir 3 yazsam. Düzəldi mi? Normalda bunun neçə qramdır bu? Böyle 107 qramdır. Neçə qramla girir? 35.5'i bu 3'e, 36.5'i. Çünkü bu bir dənəsi aşqlor. 35.5 dedik. 36.5. 36.5 3'e vur 100.6 eləyir. 106.5. Nə qədər eləyir? 106.5 eləyir. Böyle 107 qram nə qədərdən girir? 106.5'i bildiğin nereden tapdım? Bir dənə H kloru hesablayıram. Hidrogen 1'dir, klor 36.5'dir. Cəmi 35.5'dir. Elir 36.5. Böyle bunun biri 36.5'dir. 3'e vururam 106.5. Bunun 107 gramı bu qədərdən girir. Bu 107 nereden tapdım? Bu 56'dır. Bu da 16 bölü 3, üstə gəl 1 bölü 3. Bu da 100. Verir, gör tapıram. Məndən sonra şu 107 gram dəmir olsa, nə qədərdən girer? 107 nə qədərdən girirdi? 106.5 qramla girir. Amma bir məsələ var. Bu turşu neçə faizli turşudur? Deməli, mənim turşum var, bilmirəm nə qədərdir. Onun 10 faizi aşqlordur. Onun 10 faizi nədir? Aşqlor. Əgər 10 faizi 106.5'də özü nə qədərdir? 1065 qram. Çünki təmiz turşudan istifadə eləmir də, məhluldan istifadə edir. Məhlulda 10 faizi turşudur. Bu turşu mənə 106.5 lazımdırsa və o da bir şeyin 10 faizi ise o şey özü 100 faizi 1065'dir. Sənə qanad lazımdır, getirsən dükana. Sən mənə altdan qanad verdi, qanad yoxdur, bizdə toyuq var. Yaxşı, necə toyuq olmasın altı qanadçı? Başa düşdündür məntiqi. Mənə 106.5 qram lazımdır, amma məndə təmiz yoxdur. Mən məhlul götürməliyəm. Məhlulda 10 faizidir bu. O zaman məhlul özü olmalıdır 1065 qram. 109.5. Eğer 109.5 ise o zaman bu da olur 195. 1095. Bəli? Ya həllində bir şey dəyişmədi ki, yəni metod həmin metoddur da. İndi burada hesab səhv eləmişəm yəni. Ədəd doğrudan da 90, o da 18, o da 19.5 dənə. 109.5. Normal bir olur. Sonra 49. bütün böyük məsələləri mən saxlamışam. Mühəndis sig metalından azalmış məmulatları korroziyadan qorumaq üçün onun səthini fosfatlamaq üsulu ilə ötmək istəyir. Bu prosesdə fosfatlar üçün ortofosfat turşudan istifadə olunur. Ortofosfat turşu sig metalın reaksiyasından sink ortofosfat və hidrogen qazı əmələ gəlir. Deməli, sink girir, H3PO4 ilə, biri sizdə çıxaracaq hidrogeni. Alınır sink 3, PO4, 2 və H2. Bunu əmsallaşdırmaq lazım. Burada bir 2 yazar, burada bir 3 yazar, burada bir 3 yazar. Düzəldi mi? Düzəldi. İndi normalda sink 65 3'e varanda nə qədər edir? 195. 195 qram sinka nə qədər lazımdır? Neçə qram soruşur? Neçə qram sink ortofosfatını alır? Hə, bunu istəyir. 385. Hesablamısa 385 qram alınır. Bizə nə qədər verib sinkidir? 390 qram sink götürsən bəs nə qədər alınır? O ikisi tapırsan. 2 dəfə çox, 2 dəfə çox. Yəqin 770 qram. Tabii vurup çarpaz yazmadan da görürəm də. 2 dəfə çoxdur, 2 dəfə çox olacaq. Aydındır? Sonra neçə gəlir? 49 yoxsa 48? Eləməyin də, bu 9'dan sonra hamısı niyə olsun? Nəysə olsun, nə etməyik. 2 valetli metalın 10 qramının su ilə qarşı təsirindən bu qədər qələbə alınır, bu metalın nisbətən kütləsini hesablanır. Deməli uşaqlar, 2 valetli bir metaldır, su ilə girir, su ilə girəndə alınır metal OH2, metal OH2 və hidrogen qazı çıxır. Əmsallaşdıraq da bunu. Güzel mi? Bir dəqiqə. Bunu yazmayaq. Düzəldir.
İndi düzəltdi. Bura 2 yazdım, düzəldi. Düzəldi. Neçə qram götürüb bunu? 10 qram metal götürüb. Nə qədər qələmə alınıb? 18.5 qram alınıb. Bunun bir x qədəri girəndə də burada x üstəgə 16, o da bir 17, 12, 34. Çarpaz edib nəyi tapacaqsan? X tapacaqsan. Ya da belə işləyə bilərsən. Normalda bunların fərqi neçədir? 8.5. Bunların fərqi neçədir? 34. 8.5-i neçəyə vuranda 34 olur? 4-ə vuranda. O zaman bunu da 4-ə vursan x olar. Yəni 40. 40'dır, yəni kaç? Aydındır. Yəni normalda bizə veriləndə fərq 8.5, normalda isə 40 fərqi, 34 fərqi var. Neçə dəfə çoxdur? 4 dəfə, o zaman hər şey 4 dəfə çox olacaqdır. Omegadır. Hansı? Omegadır, bəli. Kütlə payı. Sonra gəlin nə? Eyni şeydir, 50. Eləyim 50'də. İhtiyac var olsa elə. Yox. Qələm metal deyilsə, o zaman metal bir valentli olacaq sadəcə. 51. Neytrallaşma reaksiyası daxil olan maddələrdə bunların kütlə payları eynidir. Bunun kütləsi 160 isə bunun kütləsini istəyir. Normalda baxın uşaqlar, natrium OH ilə H2SO4 girir. Əgər neytrallaşma deyilsə, HOH sayı bərabər olmalıdır. O zaman bura bir nə yazacağam? 2. 2 dənə H, 2 dənə OH ilə. Bizə verəcək natrium 2, SO4 plus H2O 2 dənə. Normalda bu 40'dır, 40. 42 neçə edir? Bunun 80 qramı girir, bunun neçə qramı ilə? 98 qramı ilə. Elə? Elə mi girir? Bunun 80'i girir, bunun neçəsi ilə? 98. İndi bir bunun, deyək, mən belə şey yoxdur, amma uydururam da. Deyəm bu 100%likdir. 100%'in məhlum 160 ise bunun 160 ilə bunun nə qədər girər? 80 ilə 98 ise 160 ilə nə qədər girər? 178. 178, yox, 196. Bu kadar girerdi, deməli bu 196'ymış. Doğru. Biz yine 2 dəfə soruşduq. Neçə? 52'ye bakmıyor. Bu bayaq yazdığımla eynidir. Bir turşu var, naməlum. HM turşu qalıbı deyəcəm. Nə qədər götürüb onu? 0.1 mol. Onu salıram kalium OH-la. Kalium OH taparam neçə moldur? 400 qram məhluldur, 2.8-i kalium OH-dır. 400-ü vururam 2.8-ə bölürəm 100-ə. Neçə edir? 8-dir. 11,2 qram kalium OH-ım var. Normalda 56 qram kalium OH 1 mol. Eğer 1 moldursa, o zaman bu neçə mol olur? 0.2 mol. Deməli, əgər bu 0.2 moldursa, bu da nə qədər OH olur? 0.2 OH olur. Bunun da 0.2 H olmağını ötəri, buna görə 2 olur. Duruşun neçə əsaslıdır? 2 əsaslı. Az əvvəl izah elədiklərimin başqa formada verilmiş halıdır. Aydındır? 53 istəyirsiniz? Deməli, 53'də bu tərəzi tarazlıqdadır. Tərəzi nədədir? Birinə dəmir tökür, birinə də sink oksid tökür və deyir ki, dəmiri verib nə qədər? 14 qram dəmir tökür. Bir nə qədər sink oksid tökmüşəm ki, proses geçsin. Gəl ki, reaksiyanı da yazaq. Dəmir H klorla girəndə reaksiya ferrin klor 2 verir və hidrogen qazı uçur gedir. Amma sink oksid H klorla girəndə alınır sink klor 2 və su. Buradan heç nə uçub getmir. Buradan heç nə uçub getmir. Yəni bunu nə qədər töksən, bu M-dirsə elə bu olacaq M plus X, amma bunun kütləsi M-dirsə M plus 14 olmayacaq. Bir şey də çıxacaq ondan, hidrogen. Görə nə qədər hidrogen çıxır? Normalda 56 qram dəmir girəndə 2 qram hidrogen uçur gedir. Nə qədər uçur? 2 qram. Bizdə nə qədər dəmir atıb bu qabın içinə? 14 qram. Görəsən nə qədər uçar? X deməkdə buna bir A deyək. 4 dəfə az, 4 dəfə az. 0.5 qram uçacaq. O zaman bu olacaq 14 çıx 0.5. Yəni M plus neçə olacaq? 13.5. Bunun kütləsi nə oldu? M plus 13.5. O zaman bura nə qədər tökməliyəm elə? 13.5. Çünki bu qabdan heç nə qırağa getməyəcək. Bu qabdan heç nə qırağa getməyəcək. Elə bir 2 nəfərsiniz, ikincidə də 10 manat verirəm. Amma bilirəm ki, tutaq ki deyək, Mələk məndən 10 manat alır ki, 1 manat sədəqə verəcək. Amma tutaq ki deyək, Qəmər sədəqə vermir də. Məndən alanda vermir, başqa vaxt verər verməz bilmirəm.
İndi mən necə pul verim bunlara ki, bunların ikisində də eyni pul olsun? Buna 10 versəm birini verəcək. Nə qədər qalacaq bunda? 9. O zaman sən əgər 11 vermişəmsə buna nə qədər verməliyəm? 10. Bir dənə az da. İndi mən buna 14 vermişəm, 0.5 çıxıb gedir. 13, sanki 13 gəlir də bu qaba. O zaman burada 13.5 verməliyəm. Anladınız məntiqi? Hə? Ki üfüqi tarazlıqda olsun. Necə tarazda olsun? Burada bir üfüqi sözü də yazmalıydı. Çünki bu belə bir tarazlığın belə halda var da, maili tarazlıq. Bu üfüqidir, bu maili. Üfüqi yəni sağ-sol tam bərabər olur üfüqidə. Sonra 54'ü eləyirsə onu da özü eləyərsiniz, eynisidir. 55 istəyirsiniz. Eləmi? Yaxşı. Deyir ki, alüminium OH3 ilə H2SO4 reaksiyasına alınan duzun 1 molda olan atom sayı 8 dənədir. Uşaqlar, burada hansı duzlar alına bilər? Birinci onlara baxaq. Tələsin. Alüminium OH3, neçə OH var bunun? 3. Birini versə alınır alüminium OH neçə? 2. Bu olur 1 müsbət. İkisini versə 2 müsbət. Üçünü versə deməli bu əsasın neçə dənə qalığı var? 3 dənə qalıq verə bilir. 3 dənə, yox, əsasın özüdür. 3 dənə qalıq verə bilir. Bəs turşu olan H2SO4 neçə qalıq verə bilir? Biri buraya itirsə olur H2SO4 mənfi. İkisini itirsə SO4 2 mənfi. Bu da 2 dənə verə bilir bizə, elə. Bu OH-lılarla H-lılar birləşə bilməz. Aydındır? Bunlar birləşə bilməz. Kimlər birləşə bilər? Məsələn, bu OH-lı bununla birləşə bilər, bu da bununla birləşə bilər. Elə? Bu da bununla birləşə bilər. Belə bir kombinasiyalar yarana bilər. Aydındır? Başa düşdünüz? O zaman gəl birləşdirək. Alüminium bununla birləşə bilər. Alüminium neçə var etdidir? 3. Bu neçədir? 1. O zaman belə olur. Alüminium HSO4. 3'tü bu bir də, buna əlimə gələcək. 3. Sonra bununla bunu birləşdirə bilərəm. Bu da 2'dir, bu da 2'dir. O zaman olacaq alüminium OH SO4. Heç də dəyişməyəcək çünki 2'ye 2 heç bir şey olmur. Bu 1'dir, bu neçədir? O zaman belə olar. Alüminium OH 2 SO4. Deməli 3 forma duz ortaya çıxarır. İndi təbiətdə varmı bu duzlar, yoxdurmu bilmirəm. Nəzəri olaraq 3 dənə duz ortaya çıxarır. Deyir neçə, bir molda neçə atom olsun? Ya burada atomları sırayla görürsən var burada. 1, 2, 6 bölü 3, 18, burada 1, 19. Bu 19 atomludur. Bunu sayaq. Bunu sayaq. 1, 2, 3, 4, bu da 4. 8 atomludur. Bir də bunu sayaq. Deməli 1, 2, burada 4'ü var. 5, bu 2, 10, bu da 15 edir deyəsən. 16 ilə mənim. Bir dənə baxın. 4, bu da 1, 5, 5'i vur 2'ye. 10, 15 edir axı. Siz 16 nə təsarrufsunuz? Mühəndisiz necə? Alüminium OH yuxarıda SO4'dür da. OH doğru bir dənədir. Burada da o eyni fərqdə. OH doğru 2 dənədir. Bunu 2 deyəmsin. 8'də 2. Bu 2 hər işlə aiddir. Həm alüminiumla bir dənə də. Beləcə. Bunu bir dənə burada nə qədər var? 2 vur 2, 4, bu da 1, 5, 5 deyil vur 2'ye. 10, 1, 11, bu da 4. 15 deyil. Bizə 8 istədiyi üçün bu alınacaq. Alüminium OH. Alüminium hidroksülfat. Bitti mi? Bəli. Sual bitti yoxsa?